Salam, bugün 8-ci sinif kimya dərsliyindən 3.4 birləşmə, parçalanma, əvəz etmə və mübadilə reaksiyaları mövzusunun suallarına baxırıq. Öyrəndiklərinizi tətbiq edin hissəsindəki suallardan başlayaq. Maddələr arasında hansı tip reaksiya baş verir? A bəndində maqnezium və alüminium xlorid reaksiyasını yazsaq, maqnezium xlorid üstəgəl alüminium alınır. Siz bu reaksiyanı aparılmış da bilə bilərsiniz. Necə? Əvəz etmə reaksiyalarında bir bəsit, bir mürəkkəb maddə iştirak eləyir. Adətən belə olur, qayda belədir. Burada da maqnezium bəsitdir, alüminium xlorid mürəkkəbdir. Maqnezium gördüyünüz kimi burada alüminiumu əvəz edir. Birinci reaksiya əvəz etmə reaksiyasıdır. B bəndindəki suala baxaq. Kalsium hidroksid mürəkkəb maddədir. Üstəgəl alüminium xlorid. İki dənə mürəkkəb arasında gedən reaksiyalar isə mübadilə reaksiyalardır. Digər adı ilə dəyişmə reaksiyaları. Burada kalsium xlorid, üstəgəl alüminium OH3 alınır. Bu olur mübadilə. Burada bəzən şagirdlər deyir ki, məsələn, alüminium xlorid məsələn yuxarıda xlorun ayağında 3 var. Burada niyə 3 olmur? Biz bu maddələri yazarkən uşaqlar oksidaşma dərəcəsidir, valentlidir, bunları nəzərə alıb yazır. Maqnezium 2 valentli olur, ona görə burada maqnezium xlorid olur. Alüminium 3 valentli olduğu üçün alüminium xlorid olur. Yəni o qaydaya uyğun yazılır. Özümüzdən nəsə yazmırıq bura. Baş verən reaksiya səbəblərini tərtib etdik. Əmsallaşdırmağımızı da istəyir. Tək ədəd görürsünüzsə, bunu cüt ədəd çevirin. Bura 2 yazın. Alüminium 2 oldu, burada 2 yazaq. Burada deməli, flor 3 oldu, 3, bura 2, 6 oldu, 6 olsun deyə. Bu tərəfdə maqnezium xloridinin qarşısına da 3 yazırıq. 3 maqnezium oldu, burada 3 yazırıq. Kalsium OH və alüminium xlorid. Bu reaksiyaya baxsaq, yenə bura 2 yazaq. Burada alüminium 2 olmalıdır. Flor 6 olsun deyə bura 3 yazaq. 3 dənə kalsium və OH-ın sayı da 6 olmuş olacaq. Öyrəndiklərinizi yoxlayın hissəsindəki suallara baxaq. Hansı reaksiyalarda yalnız bir mürəkkəb maddə alınır? Birləşmə reaksiyasında bir mürəkkəb maddə alınır. Məsələn, bu adi bir şey. A üstəgəl B alınır C və yaxud da A, B belə də yaza bilər və yaxud da nə deyə bilərik bu birləşməyə? H2 üstəgəl O2 ən sadə. H2O birləşmə reaksiyalarında sadəcə bir dənə mürəkkəb maddə alınır. Digərlərində əvəz etmədə bir mürəkkəb, bir bəsit alınır. Burada isə yalnız bir mürəkkəb maddə alınır. Amma əvəz etmədə istisna qaydalar var. Məsələn, kalsium karbonat üstəgəl silisium O2 bunu əvəz etmə reaksiyası kimi götürür. Düzdür, biz istəyirdik ki, adətən bir bəs bir mürəkkəb olur, amma bu istisnalar qaydaları pozmur deyirik. Bunu da götürmək olar əslində. Ümumi üçüncü qaydası belədir də. AB üstəgəl C, CB üstəgəl A. də götürə bilərik. Parçalanma mübadilədə fərqli ola bilər. Mübadilədə 2 mürəkkəb iştirak edir, 2 mürəkkəb alınır. Parçalanmada da yəni 2 mürəkkəb də alına bilər, bəsit də ola bilər. Konkret bir cavab demək olmaz. Birinci suala davam eləyək. Uyğunluğu müəyyən edin deyir, əvəz etmə. Burada A-ya baxan kimi görürük də, bu birləşib. A-da birləşmədir. B-də əvəz etmədir. Bir bəsit, bir də mürəkkəb arasında gedir. Buna aiddir. Mübadilə iki mürəkkəb arasında gedir. D bəndidir bu. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Parçalanma isə C-dir. Görürsünüz, bir də mürəkkəb var, parçalanıb. Reaksiya tənlikləri dəftərinizə köçürün və növünü yazın. Burada gördüyünüz kimi A üstəgəl B alınıb C, yəni birləşmədir, birləşib hidrogenlə oksigen, bu birləşmə. Burada isə əvəz etmədir. Bir mürəkkəb, bir bəsit hidrogen missi əvəz edib burada.
Sonra iki mürəkkəb arasında gedib bu mübadilədir. Bu isə kalsium karbonatın parçalanmasıdır. Bu isə yenə gördüyünüz kimi kükürdlə oksigen birləşib, birləşmədi. Bu günlük bu qədər, sağ olun.